Bundan 14 əsr əvvəl insanlara ilahi bir kitab göndərildi. Qur'an-ı Kərim. Bu kitab qiyamət gününə qədər bəşəriyyətin axırıncı və yeganə yol göstərənidir. Qur'anın Allahın sözü olduğunu sübut edən dəlillər sayıla bilməyəcək qədər çoxdur. Qur'anın heç bir insan tərəfindən təqlid edilə bilməyən fövqəladə ədəbi xüsusiyyətləri, heç bir ziddiyyətin olmaması, gələcəkdən xəbər verməsi, şifrələr və bəzi gizli məlumatlar ehtiva etməsi kimi. Qur'anın Allahın vəhyi olduğunu sübut edən bir möcüzəvi xüsusiyyəti də var. Bu da ancaq dövrümüzün texnologiyası ilə əldə etdiyimiz bəzi elmi həqiqətlərin 1400 il əvvəl Qur'anda bildirilməsidir. Qur'anın nazil olduğu dövrdə bəşəriyyət elmdən kasad idi. Kainat və təbiət haqqındakı fikirlər xurafata və mövhumata əsaslanırdı. Məsələn, ərəblər dünyanın düz səthə malik olduğuna, göy üzünündə dağlar sayəsində yüksəkdə dayandığına inanırdılar. Ancaq bütün batil inanclar Qur'an tərəfindən puç edildi. Göyləri gördüyünüz kimi dayaqsız olaraq yüksəltdi. Ayəsi dağların göyü yuxarıda saxlaması barədəki yanlış fikri alt-üst etdi. Qur'an kainatın yaradılmasından insanın əmələ gəlməsinə, atmosferin quruluşundan yer kürəsindəki nizama qədər ən müxtəlif mövzularda həmin dövrdə heç bir insanın bilməyəcəyi məlumatlar ehtiva edirdi. Bu məlumatların necə möcüzəvi olduğu isə yaxın vaxtlardakı elmi kəşflərlə daha yaxşı aydın oldu. $20-ci əsrin əvvəllərində əksər astronomlar kainatın sonsuz ölçülərə malik olduğunu fikirləşirdilər. Statik, yəni sabit kainat modeli adı verilən bu anlayışa görə kainat üçün hər hansı bir başlanğıc və ya son yox idi. Uzun illər boyunca elm dünyasında bu fikir hakim oldu. Ta ki, bu səhv inamı kökündən sarsıdacaq bir nəzəriyyənin sübutları ortaya çıxana kimi. Big Bang, yəni böyük partlayış. Bu nəzəriyyə bütün kainatın təxminən 15 milyard il öncə tək bir nöqtənin partlayışı ilə yoxluqdan meydana gəldiyini sübut etmişdir. Kainat maddə və zaman ölçüləri ilə birlikdə bir sıfır anında böyük bir partlayışla mövcud olmuşdur. Hazırda bir çox elmi kəşflər Big Bang nəzəriyyəsini dəstəkləyir. Kainatın başlanğıcının olduğu, ümumiyyətlə olmadığı bir anda qəfildən böyük partlayışla yaradıldığı demək olar ki, artıq sübut edilib. Müasir fizikanın xeyli vaxt davam edən səyləri nəticəsində sübut etdiyi bu həqiqət Qur'anda 1400 il əvvəl xəbər verilmişdir. O, göyləri və yeri yoxdan var edəndir. Hazırda inkişaf etmiş texnologiya sayəsində aparılan araşdırma, müşahidə və hesablamalar kainatla bağlı bir çox sirri işıq üzünə çıxarır. Bunlardan biri də kainatın davamlı genişlənməsidir. Bu genişlənmə ilk dəfə 20-ci əsrin əvvəllərində gündəmə gəldi. Rus fiziki Alexander Friedman və Belçikalı astrofizik
Georgi Lemaitre kainatın fasiləsiz hərəkət halında olduğunu və genişləndiyini nəzəri olaraq hesabladılar. Bu həqiqət 1929-cu ildə müşahidələrlə də sübut olundu. Amerikalı astronom Edwin Hubble nəhəng teleskopla göy üzünü araşdırarkən maraqlı bir həqiqətlə qarşılaşdı. Ulduzlar və qalaktikalar bir-birindən sürətlə uzaqlaşırdı. Bu, astronomiya tarixinin ən böyük kəşflərindən biri sayılır. Hər şeyin fasiləsiz olaraq bir-birindən uzaqlaşdığı bir kainat, davamlı genişlənən bir kainat mənasına gəlirdi. Kainatdakı cisimlər eyni ilə doldurulan bir şarın səthindəki nöqtələr kimi idi. Şarın üstündəki nöqtələr şar dolduqca bir-birindən uzaqlaşdığı kimi, kainatdakı cisimlər də kainat genişləndikcə bir-birindən eyni cür uzaqlaşırdı. Qur'an-ı Kərimin göndərildiyi 14 əsr əvvəl nə texnologiya inkişaf etmişdi, nə də astronomiya elmi. Hələ heç bir insan bu elmi həqiqəti bilmirdi. Amma ayələrdə kainatın genişlənməsi açıq-aşkar bildirilirdi.